Bu hovuzda çox bərbad səhvlər eləmişdilər. Mərdəkanda villanın hovuzuna baxış keçməyə sardılar. Elə ilk baxışda bu səhvləri aşkar edək. Birinci nöqsan, trap düzgün qoyulmamışdı. Biz trapı tam mərkəzləşmiş şəkildə gətirdik, qoyduq lazım olduğu yerə. Gördüyünüz kimi 8-in 4-də hovuzumuza 2 qaynama qoymuşdular. Bu da hovuzda su dövriyyəsini düzgün etmir və nəticədə hovuzun 50%-i ölü nöqtə olur. Biz isə hovuzda simmetrik şəkildə olaraq 6 qaynama xətti çəkdik. Biz bu hovuzumuzu Alman texnologiyasından hazırlanmış Viber izolyasiyasından və onun setkası ilə 2 qat izolyasiya eləmişik. Bu hovuz daşıma olduğu üçün buna rezerv ambar lazım idi. O olmadığı üçün bu hovuzda düzgün işləmə prosesi gedə bilməzdi. Biz isə hal-hazırda onu hazırlayırıq. Siz də yüksək keyfiyyətdə, uzun ömürlü hovuz istəyirsinizsə, bizimlə əlaqə saxlayın. Aşağıdakı nömrələrlə mütləq əlaqə saxlayın.